Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 110 ailə, ümumilikdə 332 nəfər Ağdam şəhərinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Ağdamda daimi məskunlaşmaq imkanı əldə ediblər. Hamı kimi məcburi köçkün həyatı yaşadıq. Şükür bugünkü günə ki, yəni dövlətimiz, hökumət başçımız bizə bu şəraiti yaratdı. Biz bugünkü gündə çox özümüzü xoşbəxt hiss edirik. Hamı kimi mən də Ağdama qayıtmağı həmişə arzulamışam. Yəni bugünkü bu arzunun həyata keçməyinə görə hamıya minnətdaram. Biz 93-cü ildə doğma torpaqları tərk elədik, yəni məcbur qaldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qalan qazilərimizə can sağlığı versin. Yəni onların hesabına da bu günləri gənə biz elə gənə qayıdırıq öz vətənimizə. Arzum odur ki, xoşbəxt yaşayaq, xalqımız, millətimiz. Bir də prezidentimizə can sağlığı, Allah ulu öndərə rəhmət eləsin ki, onun sayəsində bugün tüy Azərbaycan yaranıb, müstəqil Azərbaycan, hamı da sərbəst. Heç bir təhlükə də yox. 2 nəfər gəlmişdi, yeni 5 nəfər qayıdırıq. Prezidentimizin canın sağ eləsin. Bugünükü bu cəmaata qismət elədi. Bir də şəhidlərimizin qanı yerdə qalmadı. Getdik. Allah onlara qəni-qəni rəhmət eləsin. Onların atasının, anasının, evladının qarşısında mən baş əyirəm. Mənim gedən bura qaçqın olanda 45 yaşım vardı. İndi 78 yaşım var. Bugünə çox şükür ki, bu 78 yaşımda gedirəm Ağdama. Deməli, bir nəvəm var idi, 1 yaşında. İndi 4 nəvəm var, 3 də nəticəm. Şəhidlərimizin qarşısında baş əyirik ailələrinin gün o günü sonucu vətənimizə qayıdırıq şükür o günə. 26 yaşım vardı oradan çıxanda, indi 60 yaşım var. Çox sevinirəm ki, prezidentimiz bizi qaytardı vətənimizə. Ona təşəkkürümüzü bildiririk. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Ağdam şəhərinə qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş sənaməsinin canlı iştirakçısına çevriləcək. Qeyd edək ki, bugünədək Ağdam şəhərinə 659 ailənin, ümumilikdə 2411 nəfərin qayıdışı təmin edilib. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real.